Yeşaya 37-ci fəsil. Padşah Xizqiya Yeşayadan məsləhət alır. Padşah Xizqiya bunu eşidəndə paltarını çırdı və çula bürünüb Rəbbin məbədinə girdi. O, saray rəisi Elyaqimi, Mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda Peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi. Onlar Yeşayaya dedilər: Xizqiya belə deyir: Bugün bəla, təhqir və rüsvayçılıq günüdür. Çünki uşaqların doğulma vaxtı çatıb, ancaq doğmağa güc yoxdur. Bəlkə ağası Aşur padşahının var olan Allahı təhqir eləməyə göndərdiyi baş vəzirin sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət eləyər. Ona görə də qalanlar üçün dua elə. Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə Yeşaya onlara dedi: Ağanıza söyləyin ki, Rəbb belə deyir: Aşur padşahının nökərlərinin mənə qarşı küfr eləyərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma. Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm. Aşur padşahının məktubu. Baş vəzir geri qayıdıb Aşur padşahının Livna üzərinə hücum elədiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi. Aşur padşahına, Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir xəbəri çatdı. O, bunu eşidəndə Xizqiyanın yanına qasidlər göndərib dedi: Yahuda padşahı Xizqiyaya belə söyləyin: Qoy güvəndiyin Allahın Yerusəlim Aşur padşahına təslim edilməyəcək deyə səni aldatmasın. Axı sən eşitdin ki, Aşur padşahları bütün ölkələrə neyniblər, oraları necə viran eləyiblər. Sən qurtula biləcəksənmi? Atalarımın məhv elədikləri millətlərin, Qozanın, Xaranın, Resefin və Telassarda olan edenlilərin Allahları onları qurtardılarmı? Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı? Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb, məktubu Rəbbin önündə yerə sərdi. Xizqiya Rəbbə dua eləyib dedi: Ey keruvlar üstündə əyləşən ordular Rəbbi olan İsrailin Allahı! Bütün dünya padşahlıqlarının Allahı yalnız sənsən. Göyü və yeri sən yaratmısan. Ya Rəbb, qulağın eşitsin, gözün görsün. Sanxerivin var olan Allaha qarşı küfr eləyərək göndərdiyi bütün sözlərə qulaq as. Ya Rəbb, doğrudur, Aşur padşahları bütün ölkələri və onların torpaqlarını talan elədi. Allahlarına oda atıb məhv elədi. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdi. Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qutar və bütün dünya padşahlıqları bilsin ki, Rəbb yalnız sənsən. Yeşaya Aşurluların məğlubiyyəti barədə peyğəmbərlik eləyir. Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: İsrail Allahı Rəbb belə deyir: Aşur padşahı Sanxeriv barədə mənə dua eləyin. Onun haqqında Rəbbin söylədiyi söz budur: Bakirə Siyon qız sənə xor baxıb lağ eləyir. Yerusəlim qızı sənin arxanca başını bulayır. Kimi söyüb küfr elədin? Kimə qarşı səsini qaldırdın? Kimə lovğalıqla baxdın? İsrailin müqəddəsinə. Nökərlərinin vasitəsilə Rəbbi təhqir eləyib dedin: Çoxlu döyüş arabalarımla dağların zirvəsinə, Livanın ən uca yerlərinə çıxdım. Uca sidr ağaclarını, gözəl şam ağaclarını kəsdim. Uzaq təpələrinə, yaşıl meşələrinə çıxdım. Quyu qazdım və sularını içdim. Misirin bütün çaylarını ayağımla qurutdum. Məyər eşitməmisən ki, mən çoxdan bu işi hazırladım, qədimdən bəri müəyyən elədiyimi indi yerinə yetirirəm ki, sən qalalı şəhərləri dağıdıb viranəliyə çevirəsən. Bu şəhərlərin sakinləri zəiflədi, çaşqınlığa və xəcalətə düşdü. Yetişməmişdən əvvəl yandırılan çöl otu, göyərti və damda bitən ot kimi oldu. Sənin oturuşunu, girişini, çıxışını, mənə qarşı hiddətini bilirəm. Mənə qarşı hiddətləndiyinə görə, lovğalığın qulağıma çatdığına görə, halqamı burnuna və yüyənimi ağzına taxacağam. Səni gəldiyin yolla geri qaytaracağam.
Ancaq sənin üçün əlamət budur. Ey Xizqiya, bu il və genəl il özü yetişən barını, 3-cü il isə taxıl zəmilərini, üzüm bağları salıb onların bəhrəsini yiyin. Yahuda nəslindən qurtulub sağ qalanlar yenə aşağıya doğru kök atacaq, yuxarıya doğru bəhrə verəcək. Çünki qalanlar Yerusəlimdən, xilas olanlar Siyon dağından çıxacaq. Ordular Rəbbinin qeyrəti bunu eləyəcək. Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir. O bu şəhərə girməyəcək. Ora ox atmayacaq. Qarşısına qalxanla çıxmayacaq. Qala önündə torpaq qalağı qurmayacaq. Ancaq gəldiyi yolla geri qaydacaq, bu şəhərə girməyəcək. Rəbb bəyan edir. Mən bu şəhəri özüm üçün, qulum Davudun xatirinə qoruyub xilas eləyəcəyəm. O gecə Rəbbin mələyi çıxıb, Aşşur ordugahında 185 min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb. Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı. O öz Allahı Nisrokun məbədində səcdə eləyərkən, oğulları Adrammeleklə Şareser onu qılıncla öldürdü və Urartu ölkəsinə qaçdı. Sanxerivin yerinə oğlu Esarhaddon padşah oldu.